Hər birinizi salamlayırıq, hörmətli dinləyicilər. Yeni həftəyə başladıq. Elə bax belə bir gözəl musiqi alətinin səsi ilə bu dəfə başladıq. Sənətin Səsi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun ortaq layihəsi, elə sənətə xidmət edən, sənətdən danışan bizim verilişimiz elə hər zaman olduğu kimi bax bu cür sənətkarlara yer verir və bu gün sənətin səsində həm də qədim musiqi alətlərimizdən və insanı çox uzaqlara aparan tütəyin də səsi gələcək. Tütək musiqi alətinin də əlbəttə ki təmsilçisi, ifaçısı və bugün uzun illərdir ki bu sənətdə nəfəs alətləri ümumiyyətlə ifaçıları arasında sırf tütək səsi ilə dünyaya səs salan, elə Azərbaycanda da bu musiqi aləti ilə uzun illərdir ki sənətə xidmət edən tütək ifaçısı və həm də cəngi estrada folklor ansamblının solisti Coşqun Sadıqov bugün bizimlədir. Xoş gəlmisiniz Coşqun müəllim. Sağ olun, Allah ömür versin, sevinç. Necəsiz, əhvalınız necədir? Hər şey əladır, qaydasındadır. Yaxşı olun. Dəvətinizə görə minnətdaram, Allah ömür versin. Təşəkkür edirik, çox sağ olun. Zaman biz Azərbaycan qədim musiqi alətlərini hər zaman üst tuturuq. Azərbaycan mədəniyyətimizin zənginliyini bir daha dünyaya bəyan edir bizim musiqi alətlərimiz. İstər simli alətlərimiz olsun, zərb alət, fərq etməz. İstər nəfəs alətləri, Azərbaycan xalq musiqi alətlərinin çox qədim və zəngin tarixi var və xalqımıza məxsus hər bir alət özündə tarixin silinməz izlərini saxlayır və uzun illərdir ki, dahi şairlərimizin belə yaradıcılığında vəsf olunur. O gün Seyid Əzim Şirvaninin bir qəzəlini yada saldıq. Orada çünki utdan, çəngdən bəhs olunurdu və bugün isə Dahi Nizaminin bir neçə beytini yada salmaq istəyirəm. Şair orada çobanın dili ilə tütəyi belə təsvir edir. Bir quyudan göyərib çıxmış, şəkərdən şirindir məncə bu qamış. Dəldim, yaraladım öz əlim ilə, hələ kəsilməmiş gəlməz dedilər. O cansız olsa da sevirəm can tək, dilsizdir mənim üçün, dildir bir tütək. Yəqin sizin üçün də elədir. Neçə ildir sizin sirdaşınızdır Coşqun müəllim? Mikrofona yaxın. Mən ağlım kəsəndən hardasa mən heç bilmirəm necə öyrənmişəm. Yəni öyrənməyimi heç bilmirəm. Yəni necə başlamışam bilmirəm. Yəni 52 yaşım var. Hardasa bir 50 ildir uşaqam. Hətta 2 yaşında. İlk tütəyiniz necə oldu? Deyirlər o zamanında qədim vaxtlarda elə o qamışdan götürüb uşaqlar özləri tütək düzəldərdilər. Siz necə, harda boya başa çatmısınız və olubmu o şərait ki, özünüz... Mənim qardaşlarım musiqiçi olub. Musiqi ilə məşğul olublar. Onlar mənim qardaşım hədiyyə eləmişdi. Birinci alətim, yadıma gələn birinci alətim odur. Ancaq o şimdi qalmır da. Qarğudan düzəldilmiş bir şeydir. O da ki ömrü az olan bir şeydir. Yəni 20 il, 30 il, 40 il. O alət mənə veriləndə də bəlkə elə 10-40 yaş, 50 yaşı olmuşdu. Sonra o şey yəni mütləqmi dəyişilməlidir tütək? Yox, mütləq dəyişilməyi yoxdur. Prosta olur ki, bir də görsən ki, çat verir. Yəni belə bir təbii alətdir də indi. Neçə tütək dəyişmisiniz indiyə kimi? Yox, tütəklər çoxdur. İndi bizdə biraz professional yanaşmadır. Bəli. Demək olar ki, indi elə hal-hazırda da mən 5-6 alətim var mənim əlimdə ki, ayrı-ayrı tonalistlərdə, yəni belə bir şeylər. O ayrı-ayrı tonallıqda artıq o kökdə qoymusunuz, elə də qalır. İfaçılıq imkanları çoxalır. Yəni mən də fərqli qruplarda işləyirəm elə birinci növbədə. Bax cəngini söylədi, bəli. Cəngi qrupunda estrada folklor ansamblında ümumiyyətlə cəngi qrupu özündə bir çox musiqi alətlərini birləşdirir, bir çox janrları birləşdirir. Bax deyirik həm estradanı, həm folklorumuzu və artıq 15 ildən çoxdur yəqin. Çox olar. Və özdə mən sizə deyim ki, yəni ümumiyyətlə cənginin yanaşması fərqlidir. Mən orada işləyirəm, deyimlə mən demirəm bu sözləri hamı görür. Bu bir görünən dağa nə bələdçi, elədir. Cəngi həm də Azərbaycanda kifayət qədər mən deyərdim bir brenddir. Çünki cəngi deyəndə artıq Azərbaycanın adı gəlir göz önünə və cəngi Azərbaycanı bugün dünyada ən çox təbliğ edən bizim kollektivlərimizdəndir və başqa bir söylədiniz, bir neçə qrupda dediniz, fəaliyyət göstərirsiniz. Cəmil Əmirov Savabda işləyir. Savab qrupunda da siz ifa edirsiniz. Bəli, Cəmil Əmirov da bizim canlı əfsanəmiz. Bu yaxınlarda
Yeri gəlmişkən caz festivalı, Bakı Caz Festivalı yaşanır. Ölkəmizdə bu yaxınlarda elə caz kollektivlərindən ibarət bir konsertdə elə Cəmil Əmirovun da canlı ifasını eşitmək bizə nəsib oldu. Siz də onunla çalışırsınız. Bu da böyük bir, əlbəttə bir məktəbdir. 11-ci ildə, 14 ildə. 11 ildə. Amma Savab qrupu hardasa caz stilinə yəni uyğun. Bəli, retro caz, klassik, yəni cəngi daha çox milli o etno folklor musiqimizi də yaşadı. Orada da caz, bəli. Orada caz da var, bəli. Orada caz da var, hər şey var orada. Orada olmayan şey yox. Sizə daxilən bu janrlardan hansı daha çox yaxındır? Mən orada elə fərq görmürəm. Elə eyni Savab qrupu, Cəngi qrupu, eyni mənə görə eyni. Üslub, yəni oxşardır deyə. Mən bəli. O musiqinin içində özümü rahat hiss edirəm. Orada mən rahatam. Məsəl üçün mən cürəbəcür formatlarda çıxışlarımız olur. Da şimdi trio formatında, trio deyəndə tar kamança belə üçlülərdə də çıxışlarımız olur. Oradansa mən bu birisi tərəfdəyəm də, çox bu yandayam mən. Orada biraz azam. Yəni millilikdən bir qədər tütəyi gətirmisiniz həm də bax bu cür sintezlərə. Tək tütək demərəm, yəni o bir çox nəfəs alətləri, balabandır. Sonra məsələn sazın özü, saz mən həm də simli alətlər ifaçısıyam yəni. Həm də sazda da ifa edir. Coşqun Sadıqov burada həm də sazda ifa edib və bu isə mən qeyd etmək istəyirəm ki, yeni qoşulanlar da varsa hər birinizi salamlayırıq və sizin 50 illik yubileyiniz ərəfəsində Coşqun müəllim bir möhtəşəm bir solo konsert olmuşdu və burada da bax bu cür maraqlı interpretasiyalar, maraqlı kompozisiyalar təqdim olmuşdu. Burada İskəndər müəllimin də zərvarətləri, gitarada Ruslan və daha sonra Eldar Məmmədov pianoda sizi müşahidə etmişdi və fərqli tərzdə bu cür layihəni ilk edən elə siz oldunuz Coşqun müəllim zamanında və ümumiyyətlə hər bir yenilik zamanında bir mənalı qarşılanmır. Bunu da etiraf edək. Necə qarşılandı bu cür layihəniz? Düşünürəm yaxşı oldu. Mən biraz deməyim, biraz düz gəlir, ancaq ki çox maraqlı oldu. Səsi çox yayıldı. Siz demək istəmirsinizsə o zaman gəlin biz telefon bağlantımızda olan daha bir musiqiçi, daha bir gözəl sənətkarımız, xalq artisti və Cəngi Estrada Folklor Ansamblının rəhbəri, ud və tarif ifaçısı Mircavad Cəfərovdan gəlin bunu soruşaq. Hər vaxtınız xeyir olsun Mircavad müəllim. Salam, hər vaxtınız xeyir olsun. Salamlayıram sizi, qonağınızı, Coşqun müəllimi. Mircavad müəllim, Coşqun müəllim çox təvəzzökarlıq edir. Danışmaq istəmir bu cür layihələr, bu cür həqiqətən də sənətə maraqlı bir töhfələr vermişsiniz. Çünki Cəngi ilə də həm də uzun illərdir ki çalışır, sizinlə birgə çalışmışsınız. Ümumiyyətlə Cəngi qrupunun ki necə Azərbaycan musiqimizə böyük töhfələr verib, burada həm də bizim nəfəs alətlərimizi, tütəyi də qeyd etmək istəyirik ki, Coşqun müəllim öz yeri var bu musiqi aləmində. Amma daha çoxu sizdən istərdik eşidək. Gəlin mən daha dərinə gedim. Gedin. Və lap əvvəldən başlayayım. Əvvəla Coşqun mənim həm yerlimdir. Biz oradan başlamışıq musiqi fəaliyyətimizə. Hətta. Ondan sonra bu dostluğumuz bugünə qədər davam edir. Bizim şəxsi, ailəvi dostluğumuz var. Bu çox önəmlidir. Çünki Coşqun müəllim o qədər ali cənab, ailəsini, evladlarını sevən bir necə deyirlər, bir kişidir ki, mən ondan fəxr edirəm, qürur duyuram. O ki qaldı sənət məsələsinə. Coşqun müəllimin sənəti bizim ölkəmizdə və ölkəmizdən xaricdə çox tanınır. Və onun gördüyü Azərbaycan incəsənətinə, mədəniyyətinə verdiyi töhfə əvəzsizdir. Onun indi mən biraz eşitdim, məni xəttə qoşanda, onun öz layihəsi ilə bağlı danışdı. Bəli, istərdik sizdə də fikirlərinizi bildirəsiniz. Mən indi məsələn, biraz baxsaz, bu sənət sahibi, tütək, balaban, zurna, saz, Coşqun mənim bu alətlərin mahir ifaçısıdır. Və o proyektdə ikinci bizim ölkəmizdə hələ ki bir insan yoxdur ki, elə bir proyektə baş vursun, elə bir əzaba qatlaşsın və bu işləri görsün. Coşqun mənim bunları eləyə bildi. Və plus da bizim kollektivdə, Cəngidə birgə fəaliyyətimiz
Artıq illər yadımdan çıxıb da, Coşqun müəllim bir Coşqun müəllim 15-17 xatırlasın neçə bilmirəm. illərdir? Demişdim, Aha, 15 il. bir 15 il, bəli, bayağı qeyd etdik. Bəli, təxminən belədir və onunla dünyanın bir çox ölkələrindən, Bəli, Amerikadan tutdu. Yəni o xəritədə gördüyünüz nə qədər Avropa ölkələri var, nə qədər şərqdə olan ölkələr var filan. Biz artıq onların sayını itirmişik. Ay maşallah. Hərdən evdə söhbətdə deyirəm ki, mən 35 dəfə Parisdə olmuşam, heç kəs inanmaq istəmir. yəni biz dövlətimizin mədəniyyətinə, vicdanla, ləyaqətlə xidmət edən insanlar olmuşuq. Var olasınız Mücavad müəllim. Nə arzu edərdiniz həm dostunuza? Yeni yaradıcılıq uğurları. Allah bir şey də qeyd eləyim, onun çox gözəl evladı var, Daşqın. O çox ildırım sürəti ilə inkişaf eləyir, irəliləyir və klarnet ifaçısı, musiqidədir, klarnet ifaçısıdır və yanaşması çox alidir. Yəni necə deyim sizə, yeni bir nəfəs gələcək Azərbaycan incəsənətinə. Ay, nə gözəl. O zaman tanış olmaq istəyərik. İnşallah. Yəni onun artıq hələ ki Tütəyə Balabana Coşqun müəllim biraz az icazə verir. Deyir ki, oranı təkbirləşdirsin, sonra keçsin bu tərəfə. Amma mən hesab edirəm ki, o heç gec də olsa keçsə, yəni onun qanında axan, damarında axan qan, yəni onu istər-istəməz o milli musiqiyə də sövq eləyəcək və o sənəti inkişaf elətdirəcək. Mütləq. Təşəkkür edirik Mücavad müəllim. Coşqun müəllimə uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları. Sizinlə var, həm sizinlə birgə. Var olun, çox sağ olun. Təşəkkür edirik Mücavad müəllim, xalq artisti və Cəngi Estrada Folklor Ansamblının rəhbəri Mücavad müəllim idi. Mücavad müəllim mən əvəzimə bütün hər şeyi dedi. Bütün söhbətləri dedi, hər şeyi dedi. Həmişə belə olub elə. Mənim əvəzimə danışır. O danışır. Mücavad müəllim mənim böyük qardaşımdır yəni. Allah ömür versin. Gözəl sənətkarımız və uzun illərdir ki, bax bu cəngini necə deyirlər, uğurla davam etdirir. Çünki əslində kənardan çox asan görünə bilər, amma bir kollektivi uzun müddətli davam etdirmək və uğurla təmsil etmək bu çox çətin bir prosesdir. Yəni bunu musiqiçilər bilir, bunu bu cəmiyyədə olan insanlar bilir əslində və həm də Azərbaycanı bütün ölkələrdə təmsil etmək ən böyük, ən başlıca sizin əlbəttə ki missiyalarınızdandır və gözəl layihələrdən, maraqlı fikirlər səsləndi, amma bir məsələyə də toxunmaq istərdim. Coşqun müəllim, bu yəqin ki sizi də narahat etməyə bilməz. Madam ki elə övladınız da klarnet üzrə təhsil alır. Bəlkə də Tütəyə niyə vermədiniz təhsil alsın deyə soruşacaqdım, amma bilirik ki Klasika ilə məşğul olur. Klasika ilə məşğul olur. Amma bildin tezdir düşünürəm, indi o postanovkasına xələl gələr onun. Düşünürsüz ki, hər kəs klasikadan başlamalıdır. Klasikanı biləndən sonra artıq sən istiqamətli seçə bilərsən. Yəni Daşqının canında var, milli musiqi çalır, ifa eləyir. Hətta o da mənə kimi, o Daşqın biraz bizdə gec danışdı, yəni gec dil açdı. Elə bir 4 yaşı var idi, normal danışan birdi, ancaq ki Tütəyi qəşəng çalırdı, yəni danışa bilməyəndə çalırdı. Hətta, bax bu fitri istedad da artıq. Canında var, Daşqın ümumiyyətlə dərslərinə də yanaşması əladır. Hətta mənə qınayırlar ki, bu 5-ci qrupa bunu niyə verirsiniz? Bu çox istedadlı, savadlıdır. Deyirəm, mən neyniyim? Bu uşaq danışa bilmirdi, Tütəyi çalırdı. Mən bunu necə buradan ayırım? Günah olar, əlbəttə. Amma bir məsələ də var. Bugün bizim nəfəs alətlərimizin, qədim musiqi alətlərimizin təbliği var, bugün inkişafı var. Yeni musiqi alətlərimiz, unudulmuş, bərpa olunan musiqi alətlərimiz var. Bugün Milli Konservatoriyada bir laboratoriya var ki, orada yenidən təkmilləşərək. Sizin də tələbələriniz var. Amma bugün sırf Tütəyin və zurnanın, balabanı, sırf deməli Tütəyin tədrisi yoxdur, mən belə bildiyimə görə. Tütəy sinifi yoxdur. Qara zurna sinifi yoxdur, ney sinifi yoxdur. Milli nəfəs alətləri gedir, balaban. Balaban üzərində öyrənilir. Daha çox balabandır, klarnet sonra söylədiniz. Amma bizim milli musiqi alətlərimizin də bax qədimdən danışırıqsa elə qədim musiqi alətimiz elə bizim milliliyimizi, kimliyimizi necə deyirlər göstərən həm də o zurnadır, həm də bax bu tütəkdir. Amma yəqin ki siz də istəyərdiniz ki bunun da tədrisi olsun. Yəni bunun tədrisi
önəmli məsələlərdən biridir. Bəli, biraz maraq da azalıb axır zamanlarda balalarımız, uşaqlarımız gəlmir. Axın Orta yoxdur, məktəblərə maraq axın yoxdur. Bəli. Bu maraq oyatmaq lazımdır. O mənim səviyyəmdə olan işdir. Bəli. Gərək o mötəbər qurumlar, onlar Aidiyyəti qurumlar burada əlbəttə ki, sözsüz ki, bunun yeni bir sinifi açılmalıdır. Məsələn, zamanında yadımdadır ki, Milli Konservatoriyada qarmon sinifi açıldı. Yəni o da yox idi illər əvvəl və qarmon sinifi açıldı. Ənvər müəllim məsələn dəvət olundu. Daha sonra elə musiqi alətlərimiz var ki, zaman-zaman onların o fakültə olaraq açılır və tədrisi peşəkarcasına tədrisi aparılır. yoxdur. Mən tələbələrimdən mais Naxçıvan kollecində müəllim işləyir. Sonra bir tələbəm Elşad Şıxəliyev Qarabağ Universitetində dərs deyir. Yəni var, yəni tədrisi var. Şirzad müəllim, Bəli, bizim gözəl Balaban ifaçılarımız. Tədrisən prosta o balaca orta məktəblərə axın yoxdur. Yəni orta məktəblərdə də tədris olunmalıdır. Bəli, orta məktəblərdə tədrisi var. Prosta ali uşaq səviyyədə gəlmir, şagird gəlmir, az gəlir belə. Əslində həm də etiraf edək ki, bu musiqi alətini daşımaq da, ifa etmək də bir çətindir. Orada xüsusi o sağlamlıq baxımından insan hazır olmalıdır. Yəni o da var, güclü. Həmin sağlamlıq həm də biraz da indi gəlib deyəcəm, yəni biznesi də az olan alətdir bunlar. Yəni belə bir şey. Yəni bu gün o gəlir baxımından, reklam baxımından, amma unutmayaq ki, Azərbaycan qədim musiqi alətləri deyəndə ilk elə ağla gələn məsələ zurnadır ki, nə idi? Bax tütəydi, balabandı, onları yaşatmaq lazımdır və bu səmtdə, bu istiqamətdə bilirik sizin tövhələriniz, işləriniz var, tələbələriniz var. Ona görə də məncə bu işi davam etdirmək lazımdır və əlbəttə ki, burada valideynlərin də üzərində düşən bir missiya var. Çünki uşaq özü gəlməyəcək. Uşağa həm də onu aşılayan, onu tövsiyə edən, onu əlindən tutub necə ki, illər əvvəl məni məsələn pianoya anam apardı, bacım tövsiyə etdi. Siz də bax böyük qardaşlarınız dediniz, musiqiçilər də. Yəni burada əlbəttə ki, ailə üzvləri də bir qədər maraqlı olmalıdırlar ki, bax bu gün biz bəhbəhlə efirdən izləyirik. Məsələn, onlar da izləyirlər, amma həm də bunu yaşatmaq, bunu davam etdirmək lazımdır. O da əlbəttə ki, bu sənət sevərlərin necə deyirlər, çiyinlərinə düşən bir missiyadır. Bunu davam etdirmək, yaşatmaq lazımdır. Bəzən insan baxır, məsələn, bir taxta parçası, amma bu taxta parçasında nələr həriqələr yaradır insan və əlbəttə ki, buna burada bir insan zəhməti var, insan qəlbi, ürəyi var ki, o ürəyi qoyursan, o nəfəsini qoyursan ki, bu cür gözəl sənət əsərləri yaratmaq mümkün olur. Bu da sizin ideyanız idi. Maraqlı kompozisiyalar, rəqslərdən, nə bilim, musiqilərdən kompozisiya. Bütün alətlərdən ibarət və bütün deyəndə siz bugün bizim milli nəfəs alətlərində hər birində ifa edirsiniz. Yaxın sizə musiqi aləti soruşsaq, hər bir hamısı yaxındır. Mən fərq qoyum. O elə evladların arasında fərq qoymaq kimidir. O mən fərq qoya bilmərəm. Hamısı mənə əzizdir alətlərim. Bəli. Amma övladınız bugün sırf klarnet üzrə təhsil alır, ya? Bir evladım, qızlarım biri turizm menecmentdə oxuyur. Sonra o balaca qızım iqtisadda oxuyur. Musiqiçi yalnız oğlunuz ki, bu sənəti davam etdirir. Ümumiyyətlə öz övladlarını bax nəfəs alətləri məhz ixtisasına yönəltmək istəyənlərə, onlara tövsiyəniz, onlara məsləhətiniz ki, neçə yaşdan artıq bu musiqi alətinə yiyələnmək lazımdır. Övladını bax bu istiqamətdə artıq yönəltmək lazımdır. O uşa yönəltmək, mən deyərəm ki, çox balaca olandan başlamaq lazımdır. Ancaq klarnet, oğlum mənim klarnetistdir. Orada uşa biraz gec başlamalısan ki, bunun nəfəsi formalaşsın ondan sonra. Yəni klarnetdə biraz gec olur bu şeylər. Ancaq tütəkdir, uşaq onsuz
başlayanda tütə ilə başlamalıdır. Yüngül alət odur. Sonra o yavaş-yavaş balaban, zurna, belə klarnet, ondan sonra o davamı gəlir. Bəli. Və söhbətimizin sonuna artıq gəlib yaxınlaşırıq. İstərdik bununla, bu sənətlə artıq uzun illərdir ki, məşğulsuz. Bu sənətdə bir çox qruplarla, bir çox kollektivlərlə fəaliyyət göstərirsiniz. İstər cəngi qrupu olsun, istər savab qrupu olsun. Özünüzün sırf nəfəs alətlərindən ibarət bir qrup yaratmaq fikriniz varmı? Fikrim belə fikirlər çoxdur. O qədər fikirlər var. Burası həyata keçirmək çox çətindir bizdə belə şeyləri. Həm bizim ona o vaxtımız yoxdur. Mən özümün o qədər yerdə işləyirəm. Bir neçə kollektivdə çalışmaq, həm də pedaqoji fəaliyyət. Planımda var. Yəni elə bir şey düşünürəm ki, heç olmasa bir dənə balaca olsa da bir dənə proyektim belə bir şey olsun, nəfəs alətlərindən ibarət. Bəli. Bu yolda sizə uğur arzu etmək istəyirik. İstər cəngi qrupu kollektivinin daxilində, istər savab qrupu, istər solo ifaçılıqda Azərbaycan musiqi sənətini və sırf bizim qədim musiqi alətlərimiz, nəfəs alətlərimizin təmsilçisi kimi həm də Azərbaycanımızın səsini, tütəyimizin, balabanımızın, zurnamızın, həm də elə simli alətlərdən sazımızın səsini dünyaya yayırsınız. Çünki bilirik ki, xarici ölkələrdə çox tez-tez çıxışlarınız, bilirik ki, onlarda da xaricilərin də marağı var. Gəlib yaxınlaşırlar, soruşurlar, öyrənmək istəyirlər. Öyrənənlər də var. Belki ona görə deyirlər, musiqinin dili yoxdur. Bu yolda sizə uğur arzu edirəm. Çox sağ olun. Var olun. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdarıq. Uğurlarınız bol olsun. Bugün qədim tarixə və adət-ənənəyə, zəngin mədəniyyətə malik və ölkəmizin milli sərvətlərindən biri olan, əlbəttə ki, milli ifaçılıq sənətindən danışdıq və verilişlərimizdə biz mütəmadi olaraq bax bu cür instrumental musiqimizə və musiqiçilərimizə üst tuturuq. Çünki elə bax bu musiqi alətlərini yaşadanlar da nəfəs verəndə, həyat verəndə və gözəl əsərlər, hərqələr yaradan da bax bu sənətkarlardır. Verilişlərimizi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarından izləyə bilərsiniz. Qısa bir ara, sonda isə əlbəttə ki, yenə də səs elə musiqi alətimizin Coşqun Sadıqovun olacaq. Odur ki, bizi dinləməkdə davam edin. Yeni həftədə hər kəsə bol-bol şanslar, uğurlar və bizi də dinləməkdə, izləməkdə davam edin. Salamat qalın.